Sombatey. İsmet Aliyev ötürmə cərmə meydançasına Mahirdən başladı. Legioner həyatında, qardaş ölkədə uğurlar arzulayaq. Mahir Emreli dərhal yaxşı oynayır. Zərbə olacaqmı? Nəriman uzaqdan yoxlayır. Blokladılar. Qayıdan top bizdə qalır. Hücumumuz davam edəcək. Elvin Cəfərquliyev. Cəfərquliyev ayağının çölü ilə. Hücumumuz. Laf fikirləşdi Elvin Cəfərquliyev. Toral Bayramov saxlamadan cərmə meydançasına. İlyas Şuvarov təhlükəli. Qismət. Onun ötürməsi Nəriman Axundzadə. Nəriman topu çəkdi sol ayağına. Toraldan zərbə. Qaydan pozmuş hakim oynayın dedi. Evrom. Sol cinahdan ötürmə Emil Balayev. Yaxşı oynadı burada və Anton. Mahir Emreli. Toral Bayramov. Haydi uşaqlar. Bir gol lazımdır bizə. Mahir Emreli sağ cinahla oynayır. Qismətdən zərbə Mahir. Mahirin zərbəsi, daha bir zərbə, qol. Abdullah Xaybullayev, Xaybullayev özür eləyir, Xaybullayev! Top. Malta millisinin hücumu, təhlükəli hücumu davam edir, yerdən ötürmə, burada hesab açır. O Çempionlar Liqasında gördüyümüz Elvin'i yerdən görəcəyik, bu arada uzaqdan Zalimov, Rüstəm Əhmədzadə, yaxşı fikirləşdi, Elvin Cəfərquliyev, Cəfərquliyev, top oynadı rəqib. Renat Dadaşov qaydan pozmuyub. Renat ötürməsini edir. Qapçı yaxşı oynadı burada. Rəşid Əltumi hesabı bərabərləşdirməyə çox yaxın idik. Elvin Cəfərquliyev və Bəxti Seysayev korneri yerinə yetirdi. Zərbə olacaqmı burada? Zərbə və 1-1. Tellur və qapı. Xaybulayevin cərmə meydançasına göndərdiyi top qarşıladılar. Hücumumuz davam edəcək. Tellur Mütəllimov. Tellur, daha bir zərbə Tellurdan. Nəhayət. Aleksey Isayev. Əla oynadı. Elvin Cəfərquliyev. Bu nədir? Bu nədir? Bu qədər. Bu qədər də olmaz. Daha bir zərbə gələcəkmi? Qaputini. Daha sonra daha bir zərbə. Hüseynov çatmadı. Təhlükəli gəlir Malta komandası və 2-0.